Görülən işlərin nəticəsini sadəcə vizual olaraq deyil, təbiətin reaksiyasında da görmək mümkündür. Ötən çəkilişlərdən fərqli olaraq artıq gölün üzərində köçəri quşlar görünməyə başlayıb. Lakin əsas hədəf gölün dibindədir. İllərin çirki ilə mübarizə üçün əraziyə Avropa mühəndisliyi gətirilib. Bülbülə gölünə axıdılan çirkab sularının qarşısını almaq məqsədi ilə məhz bu ərazidə su təmizləyici qurğuların inşası həyata keçirilir. Alman şirkətləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində təmin edilən bu qurğular məhz bu çirkab sularını hansı formada təmizləyəcək, öyrənək. Qurğunun tutma həcmi 5000 kub metrdir. Gündəlik isə 2000 kub metr çirkab su təmizlənəcək. Əmircan qəsəbəsindən Bülbülə gölünə axıdılan kanalizasiya xəttləri qarşısı alınacaq. Magistral xəttlə su təmizləyici qurğusuna gördüyünüz